Bugün işdən sonra özümə biraz vaxt ayırmaq qərarına gəldim. Saçlarımı tez-tez kəstirməyi sevirəm, çünki bu zaman çox gözəl uzanır və canlı qalır. Bu dəfəki nəticəni də çox bəyəndim və razı qaldım. Sonra evə gedərkən yol üstü bir neçə mağazalara getdim və özüm üçün geyimlərə baxdım. Belə günlərdə dəyişiklik insanın əhval-ruhiyyəsinə çox gözəl təsir edir. Vloquma bu şirin detayı da əlavə eləmək istədim. Axşam isə yoldaşımla birlikdə Cinnabon yeməyə getdik. Həm bir yerdə vaxt keçirmiş olduq, həm də Cinnabon dadını çox bəyəndik. Evə qayıtdıqdan sonra isə üz baxımı mərhələsinə keçdim. İlk öncə bu yeni aldığım Nivea'nın 2 fazalı makyaj silən suyunu istifadə edirəm. Çox rahatlıqla makyajı üzdən silir, ovalamağa ehtiyac olmur. Öncə Nivea'nın üz təmizləmə gelindən istifadə edirəm. Bu artıq mənim 1 ildir istifadə etdiyim məhsuldur. Hər dəfə bitdikcə yenisini alıram. Çünki həm qiyməti münasibdir, həm də dərimə heç bir əks təsir göstərmir. Ardınca bu üz aydınladıcı serumdan istifadə edirəm. Hansı ki, həftədə 2 dəfə istifadə etməyimə baxmayaraq dərini həm canlandırır, həm də nəmləndirir. Bu məhsulları mən çox bəyənirəm. Vloqumu izlədiyinizə görə təşəkkür edirəm. Like etməyi unutmasanız sevinərəm.